Salam dostlar, hər vaxtınız xeyirli olsun. Dostlar, şəkildə diqqət edirsiniz də nə yazılıbdır. Bunu xəbərlər paylaşır. Deməli, Azərbaycan, yəni bu İlham Əliyev rejimi Ermənistana, yəni qardaşlarına, qohum əqrəbələrinə qaz göndərirlər, neft göndərirlər. Və dostlar, indi bu videonu çəkməkdən məqsədim nədir? Bizə deyirlər, erməniyə işləyirsiniz, ermənidən pul alırsınız, erməninin ayaqda qalmasına xidmət edirsiniz. Bax bu sözü bizə deyən alçaq, biqriyyət, namussuz köpəklərə səslənirəm. Erməniyə işləyən sizsiz, yoxsa biz? Hə? Biz öz haqqımız üçün savaşırıq. Siz niyə erməniyə qaz, neft göndərirsiniz? Xeyr ola. Adında qoymuşsunuz biznes əlaqələri, nə bilim nə əlaqələri. Bu birbaşa erməninin büdcəsini çoxaltmaq, erməninin ordusunu, yəni Azərbaycan xalqının ləyaqətli evlatlarına qarşı savaşan, vuruşan bizim qardaşlarımızı, evlatlarımızı şəhid edən, öldürən həmən ordunun büdcəsini çoxaltmaq üçün İlham Əliyev rejimi onlara köməklik eləyir. Neft qaz satır, satsa belə onların büdcəsinə xeyirdir. Necə olur ki, düşmənin büdcəsini çoxaldan, büdcəsini artıran siz, amma xaricdən biz haqqımızı tələb edirik, doğruları deyirik. Biz oluruq ermənidən pul alan, erməniyə işləyən. Necə olur? Nətər olur ki bu? Hə? Nətər olur? Nədir? Terrorist, erməni, Xaçaturyan, o şərəfsiz köpək, terrorçu, xaindir bu adam. Xocalıda nə qədər bizim qardaş və bacılarımızı qətl ediblər. Hamilə qadınların, 3 aylıq, 4 aylıq hamilə qadınların qarnını yarıb, körpə uşaqları qarnından çıxardıb divara mismarlayan alçaqları Azərbaycanda türmədən, həbsdən azad edir, göndərir Ermənistana. Erməni xalqının qəlbinə sevgi toxumu səpir İlham Əliyev və Paşinyanın nüfuzunu qaldırır. Erməniyə xeyir verir, qardaş. Biz haqqımız üçün savaşırıq, haqqı deyirik, doğruları deyirik. Biz olmuşuq erməniyə işləyən. Biz olmuşuq erməninin ayaqda qalması üçün əlinizdən gələni eləyən. Bizim adımızı belə qoyublar. Siz bu qədər şərəfsiz, oğraş, namussuz, biqriyyət adamlarsınız. Erməniyə xidmət eləyən siz, erməniyə nöyti qazı verən siz, erməni terrorçularını həbsdən azad eləyib, erməni xalqını sevindirən siz, qardaş, biz olmuşuq erməniyə xidmət eləyən. Niyə? Xeyr ola. Hə? Niyə? Alçaq köpək uşaq alçaq. İlham Əliyev, sənin o qandon rejimin, cındır rejimin, hamınız aiddir, peysərlər. Erməniyə xidmət edirsiniz, erməninin ayaqda qalması üçün əlinizdən gələni eləyirsiniz. Xeyr ola. Hələ bunun yanında da təbliğat aparırsınız. İrana qarşı da, İran erməniyə dəstək verir, İran erməni ilə sıx əlaqədədir, nə bilim nədir. Siz özünüzdən danışırsınız. Siz erməniyə xidmət eləyən. Siz erməninin büdcəsini, ordusunu, bilirsiniz də orduya maliyyə lazımdır. Maliyyə hardan gəlir? Erməninin büdcəsindən. Düzdürmü? Büdcəyə bu gedən neft, qaz var ha erməniyə. Bu büdcəni çoxaldır, erməni büdcəsini çoxaldır və erməni ordusu da Azərbaycan xalqının evlatlarını qətl eləyən, öldürən, terror eləyən erməni ordusunun maliyyəsi həmən büdcədən gəlir. Və o büdcənin də çoxalmasını İlham Əliyev, onun rejimi əllərindən gələni eləyirlər. Çünki niyə ermənidirlər? Soy kökü ermənidir, bunlar köpəkdirlər, bunlar alçaqdırlar, bunlar millət düşmənidir. Biz də haqqı deyəndə oluruq erməniyə işləyən, erməninin adamı. Axmaq köpək uşaq, axmaq.